Necə qidalanaq bu barədə bir qısaca danışaq. İnsanlar ayaqüstü tələsik yeyirlər. Baxın, insanların çoxusu həzmsizlikdən, kökdən əziyyət çəkir. Bunun əsas elementar səbəblərindən biri tələsik ayaqüstü yemək. İnsan tələsik yeyəndə, ayaqüstü yeyəndə, danışa-danışa yeyəndə çoxlu hava udur və bu hava qarında köp yaradır. Demək biz yeməyə vaxt ayırmalıyıq, səbirlə, danışmadan, qidanı yaxşı çeynəyə-çeynəyə, bax bu barədə qidalanmaq. Naharda sulu yemək, ardınca quru yemək çox vacibdir. Rusların perviftarı, yəni bu əbəs yerə deyil, yəni tək Ruslarda deyil, bütün dünyada bu belədir. Duru yeməklə başlayanda nə olur, nə yaxşı olur? Ət bulyonu özü lap yaxşı olar. Fərq etməz, toyuq süpü olsun, hər hansı bir sulu yeməklə başlamaq. Bu zaman mədədə şirə ifraz olunur. Sulu yeməkdən sonra müşahidə eləmişsinizsə insana azlıq gəlir yeyəndən sonra. O nə üçündür? Mədə şirə ifraz olunur və mədə əsas ikincili yeməyi həzm eləməyə hazır vəziyyətə gəlir. Onun ardınca ikincili əsas yeməyi yeyəndə artıq həzm rahat gedir, yaxşı gedir və insanda bir şikayətlər yaranmır.